Salam, 11-ci siniflər üçün olimpiyadaya düşmüş sualın izahına baxaq. İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi inzibati rayonu üçün doğru olmayan fikirləri istəyir bizdən. Temperatur 12.5, yağıntı 1036. Bu iqlim diaqramı Zaqatala rayonu üçün səciyyəvidir. Deməli, biz Zaqatalaya aid olmayan fikirləri tapmalıyıq. İki xarici ölkə ilə həmsərhəddir. Bəli, həm Rusiya, həm Gürcüstanla sərhəddir. Bu doğru fikirdir, ona görə bunu götürmürük. Bizdən səhvlər istəyir. Qışı mülayim keçən yarımsəhra və quru çöl iqlim yarımtipinə rast gəlinir. Burada yarımsəhra, quru çöl yoxdur və bu yanlış fikir olduğu üçün 2-ni götürürük. Qara metallurgiyanın xammal ehtiyatı mövcuddur. Xeyr, burada qara metallurgiyanın xammal ehtiyatı yoxdur. Yanlış fikir olduğu üçün 3-ü də götürürük. Mülayim isti iqlim tipinin bütün yarımtipləri mövcuddur. Deməli, burada mülayim isti iqlimin qışı quraq keçən yarımtipi, eyni zamanda yağıntıları bərabər paylanan yarımtipi var. Amma yayı quraq keçən mülayim isti iqlim yoxdur. Ona görə bu da səhv fikirdir. 4-ü də götürürük. 5-ə baxsaq, Yura dövrünə aid olan çöküntülər Tabaşir dövrünün çöküntülərindən daha çox ərazidə yayılıb. Bəli, Yura dövrü daha çox ərazidə yayılıb. Bu düzgün fikirdir, götürmürük. 4000 metrdən yüksək dağ zirvələrinə rast gəlinmir. Bəli, Zaqatalada 4000 metrdən yüksək dağ zirvəsi yoxdur. Bu da doğru fikir olduğu üçün bunu da götürmürük. Yanlış fikirlər 2, 3, 4-dür. Ona görə doğru cavabımız B variantı.